Rauf Həsənov adlı tamaşaçımız deyir, Orban hakimiyyəti həmişə Avropa Şurasında Azərbaycanın Qarabağa görə ədalətli mövqeyini dəstəkləyir. Öz prizmamızdan baxaq, Fazil bəy haqlıdır. Ukraynanın pəncərəsindən baxmayaq yazan tamaşaçılarımız da var. Mən onlara da təşəkkür edirəm. Öz sağlam mövqeylərini və qonaqlarımızın fikirlərini bildirdiyi mövqeyə görə. Təbii ki, biz də məsələn Ukrayna xalqının mübarizəsini dəstəkləyirik. Biz elə ümumiyyətlə, məsələn, görürsünüz, Fələstinə də münasibət deyini, başqa xalqlara da, amma dediyim kimi Azərbaycan mərkəzli düşüncəni biz qətiyyən kənara qoymalı deyilik və burada indi səslənən fikirlər təbii ki, fərqli ola bilər, amma əsas Azərbaycan dövlətini necə qorumaqdır və bu təlatümlərdən necə çıxartmaqdır. Manevr eləməklə əsas odur ki, bilirsiniz, məsələn, mən indi İranla bağlı söhbət düşəndə bir şey demək istəyirəm. Müharibəni öz ərazinə buraxdınsa, bunun ağıllı siyasət olduğunu heç kim ortaya qoya bilməz. Amma bir də kimsə təcavüz eləyirsə, təcavüz eləyəndə başqa, amma təcavüzə qədərki dövrdə manevrlərlə, müəyyən şeylərlə onun qabağını almaq, hətta Ukraynanın özünün də müəyyən dərəcədə buna imkanı vardı. Təbii ki, vətəni qorumaq hücum olanda hamının borcudur, hamı da onu qoruyacaq, necə Azərbaycan da bunu elədi. Amma ona qədərki dövrdə məsələn, bir Finlandiya nümunəsi var da, Finlandiyanın SSR-in savaşından sonra bir müddət SSR kimi ölkə, ərazi iddiası, hər şey qoydu. Finlandiya bundan ağıllı şəkildə yayına bildi, inkişaf eləmiş bir dövlətə çevrildi, müxtəlif güzəştləri də nəzərə aldı. Hətta deyək ki, müəyyən dərəcədə Kommunist Partiyasının fəaliyyəti və başqa məsələlərdə də güzəştə getdi. Amma o sonradan Finlandiyanın strateji kursuna ziyan vurmadı. Ona görə də indi məsələn biz Ermənistanda gedən proseslərdən də ağıllı istifadə eləməliyik. Oradakı indiki mövcud düşüncənin Ermənistan cəmiyyətində aparıcı düşüncəyə çevrilməsinə biz də müəyyən dərəcədə öz dəstəyimizi verməliyik ki, bu qonşuluqda hansısa bir şəkildə bu narahatçılıq elementləri qalmasın. Ona görə də bunu adını nə qoyursan qoy, keçmişin hansısa bir fikirləri, postulatlarından qopmadan onu da daxilimdə yaşadım və amma həm də yeni şərtlərdə hansısa bir doğru yol seçim, bir çox hallarda bunlar bir-biri ilə uzlaşmır. Və dindarsınız? Bəli. Bilirəm. Yəni, Victorius var. Allahın vəhdəti, birliyi, anlayışını qəbul edirsiniz. Niyə dəyişmir fikriniz? O başqa, inancına deyilmədi. Axı siz mən sizə bir şey deyim də. Dəyişib dəyişməyən məsələ var deyəkən. Siz Weberin siyasətlə bağlı yəqin əsərlərini oxumusunuz. Mənim hələ kitabımın Axundov kitabxanasından o kitab məndə qalmışdır. Weberdə bir-iki anlayış var. Biri deyir ki, insanlarda ümumiyyətlə siyasətdə iki əxlaq mövcud olur. İnanc əxlaqı, bir də məsuliyyət əxlaqı. Siz əslində inanc əxlaqını təmsil edən insanlardansınız. Yəni, inandığınızın doğru olduğunu qəbul edib, onun uğrunda mübarizə aparırsınız. İnandığımın doğru olduğuna... Amma mən məsuliyyət əxlaqını qəbul edirəm. İnanc əxlaqı budur. Dində inanc əxlaqı vacib. Çünki mütləqə bir inanırsan və o inama da davam etdirirsən. Amma siyasətdə məsuliyyət əxlaqın olmalı. Sənin inancın. Hansısa bir şəraitdə, İranda da inanc sahibləridir. Hamasda inanc sahibidir, İsraildə də inanc sahibləridir, Türkiyədə də hakimiyyətdə inanc sahibləridir. Hamı inanc sahibidir. Öz inandığını doğru sayanda başqa insanların haqqını eləcə poza bilirsən. Ona görə məsuliyyət əxlaqı... Əbu Süfyan gəldi Peyğəmbərin o əmsi vasitəsinin yanına ki, bizim də bu panteonda Allah var da, orada da bilirsiniz Allah vardı. Özdə göy Allah idi, bütü də yox idi, eləmi? Biz də onu da qəbul edirik. Amma biz axı bu bütləri qəbul eləməsək, bu ticarət kərvanları gəlməz. Bir adam danışında məsuliyyətli olar, bəlkə süqut eləyər, içdərik və s. deyə Həzrəti Peyğəmbəri demək, həmin bütpərəstliyə dəvət edirdi və məsuliyyətdən çıxış eləyərək, məqsəd yönlülükdən çıxış eləyərək Fazil bəyin dediyi yolla gedirdi, nəticəsində məlum. Yox, orada axı siz demədiniz, onu da yarımçıq oxumusunuz. Orada Peyğəmbər ona deyir ki, kompromis yol təklif edir. Deyir ki, sənin dinin sənə, mənim dinim mənə. Quranda da bu ayə olaraq, orada ayə gəlir və deyir ki, sən başqasının dininin inandığına necə gedib inana bilərsən. Amma biz bir toplumda yaşamalıyıqsa, hər kəs öz dinini yaşasın. Amma gündəlik həyatda bir-birimizə kompromis almaq. Deyir, mənim bir əlimə ayı, bir əlimə günəşi qoysanız, yenə inandığımdan əl çəkmərəm. Onda siz davam elə 40 il öncəki nəyə inanmısansa, get bu xalqı da bir daha uçuruma apar. Niyə uçurum?